Herkese salam izleyiciler. YouTube kanalıma hoş gelmişsiniz. Bugünkü mövzumuz Azərbaycan ve Türkiye'deki olan belediyelerdir ve onları karşı-karşıya getireceğiz. Azərbaycandakı belediyelerden farklı olarak Türkiye'deki belediyeler yol temizlemek ve ağaç ekmekten başka funksiyalara da malikdir. Buradaki belediyelerde sosyal tesisler var. Bu sosyal tesislerde e, düşük bütçeli olan insanlar için yemekler verirler. Eyni zamanda uşaqlar üçün oyun alanları olur. Sonra belediyələrin özlərini təşkil etdiyi kurslar olur, dil kursları olur, hat kursları olur, rəsm kursları olur. Sonra spor salonları var. Onlar da pulsuz veya az bütçeli olabilir. Gördüğünüz bu ərazidə belediyenin ərazisidir. Eğer Azərbaycanda olsaydı bu ərazidə mütləq bahalı bir restoran tikmişlerdi ve çok daha qiymətə yeməklər qoymuşlardı. Ama bura elə deyil. Belediyenin ərazisində olduğu için insanlar için istirahət yerləri ayırıblar ve eyni zamanda burada sosyal tesisler de var. O tərəfdədir. Birazdan orada gedəcəyik və buz patenləri var. Daha sonra belə uşaqların əylənməsi üçün belə parklar var. Yani burası sadece buradan ibaret değil. Tabii ki diğer en merkez yerlerde belə deyirsən ki, bura sosial tesislər olmaz. Amma yenə də baxırsan ki, sosial tesislərdir. Tarixi yerləri belə sosial tesis eləyirlər. Türkiye'ye gelen Azerbaycanlı turistler rahatlıkla münasip kıymete burada yemek yiyebilirler de yani. Çok güzel de yemekler olur. Doğrudur. Hətta mən də mamam gəlib bir gün bura gətirmişdim. Qiymətləri də bəyəndilər, yeməyi də bəyəndilər və cəmi cümləti 5 nəfərə nə qədər yemək sifariş vermişdik. 100 manatdan çox pulumuz çıxmadı. 88 manat falan çıxmış. 100 manatdan çox pulumuz çıxmadı. Bu qarlı havada hansı dəli yayın eləyər? Təbii ki biz. Ona görə də siz abunə olmağı və videomu bəyənməyi unutmayın. Təzə almışam, gedə bilməzdi. $100 pul vermiş. Evet. Mamam gül bilməsin. Bu gölü diğer videoda da demiştim. Gölün adı ne gölüydü bu göl? Halit. Haliç Gölü'dür. Deməli bizim dostumuz Haliç Gölü hakkında olan hikayesini bize danışsın. Deyilene göre bu gölde Süleyman Peygamber'in hazinesi vardı ve o hazine de bu gölde sakladı. Japon bilim insanları bundan bir 50 yıl qabaq aktarmağa geldiler ama tapa bilmediler. Şimdi kardan adama bak. Nerede? Kardan adam yapsak senle. Oyunlar. Oynasak ellerim dondu. Burada bir şey görmüyorum. Hazırda biz Altınboyunlu sosial tesislərinin qabağındayıq. İndi biz oraya girib yemək yeyəcəyik və 2 nəfərə nə qədər pulumuz çıxacağını sizinlə də bölüşəcəyik. Baxın, bahalı bir restoranın şeyine bənzəyir, amma elə deyil. Tək bir şeyi var ki, burada içki verilmir. Ümumiyyətlə heç bir sosial tesislərdə içki verilmirlər. Bura həyətidir və giriş edirik biz. 539 695. Boş yer olmadığı üçün sıraya getdik. Bizdən əvvəl 15 şey var, masa var. Ondan sonra biz şey edirik, amma yuxarıda gözləyəcəyik. Yuxarıda da çay, kofe içmək üçün yerlər var. Amma biz gözləyəcəyik sadəcə, çünki çay, kofenin başqa bir sosial tesisini içəcəyik. Navad 15 ildir burada qalır, amma ilk dəfədir sosial tesislərə gəlir. Çünki dediyinə görə sosial tesislər 1 ildir, 2 ildir açılıblardır. Belediyeler değişti ona göre seçimlerde. Yani bu təzə gələn belediyenin elədiyi bir şeydi. Bəs belediyələrin konsertlərinə getmisən? Mən 4 ay burada qalıram. Demək olar ki, hər şeyini getmişəm, kurslara da, amma Atam qoyur. hər bayramlarda məşhurların konserti olur burada. Nə bilim Sıla'nın, tərpətmə. Gimbalımızın zaryadkası öldüyünə görə belə saxlamışıq. O da biraz sallanır. Demək keçən dəfə Atatürk'ün ad günü idi, yoxsa ölüm günü. Ad günündə konsert olmuşdu. Onda Sıla, Hande Yener, nə bilim Hadise'nin konsertləri var idi. Mən də Sıla'nın konsertinə getmişdim. Təbii ki pulsuz bir şəkildə.
Bələdiyyələr hər şeyi o qədər təşkil edirlər ki, bizdə konsert olsa, bayrağı belə şey satmağa pulla şey edərdilər, amma bunlar bayrağı hər şeyi pulsuz verirdilər. Suyudadır, yeməyinə qədər hər şey pulsuz verirdilər konsertdə. Amma bizdə konserti şey düzdür, burada da çox konsertlərə su falan gətirə bilməzsən, amma bələdiyyələrin konsertlərinə də elə deyil də. Burada bizdə bələdiyyənin konsertinə hər hansı bir şey gətirsək, əlimizdən alıb orada nəsə satmağa çalışırlar, amma burada elə bir vəziyyət yoxdur. Azərbaycanda məsəl üçün adi havuza falan gedəndə də sumka açırlar, baxırlar, içində adi su belə olsa onu götürürlər, qoymurlar. Amma burada elə şey ola bilməz də, yəni çünki yəni heç kim bu şeyə izin verməz. Doğrudur. Eyni zamanda mən kurslardan danışmaq istəyirəm. Bələdiyyənin təşkil etdiyi kurslar var. Bu kurslar məsəl üçün ingilis dili, rus dili, diksiyon kursları, daha sonra şey sporla ilgili olan idman şeyləri var, zalları var. Bunlarda ya pulsuz olur, bəziləri pulsuzdur. Bəziləri də az endirim, yəni 500 TL falan da aylıq. Elə şeylər var. Bu da həqiqətən də çox yaxşıdır. İnsanların işini də asanlaşdırır. Mənim bir rəfiqəm var, o hardasa bir 5 ayda artıq ingilis dili kursuna gedir və Azərbaycanlıdır. TC-si olduğuna görə, mənim TC-m hələ gəlmədiyinə görə mən kurslara yazılmamışam, amma mənim də yazılmaq fikrim var. Eyni zamanda şey hovuzlar, nə bilim üzgüçlük alanlar, bunlar da pulsuzdur. İdman zalları falan da düz deyil, pulsuz deyil, amma 10 manata bir ay idmana gedə bilirsən də bələdiyyənin idman zallarına. Bizdə amma bizdə həftədə 2 dəfə 50 manata gəlir ən ucuz yerdə. Mən özüm burada bələdiyyənin zallarına gedirəm, idman zallarına. Çox da qəşəngdir, hər şeydə var. Yəni ən lüks idman zalında olmayan şey bələdiyyənin zalında olur və çox böyükdür. Bizə gəldikdə isə bələdiyyələrin işi torpaq bölmək, torpaq satmaq, yaşlı qadınları çalışdırmaq, yəni onları yol süpürdürmək və ya ağac əkmək, görsəldə yanından göründürsün deyə ağac əkirlər. Bundan ibarətdir işləri. Bu kadar. İlk yemeğimiz geldi. Nabat'ın tepkisini öğreneceğiz. Bu ikisi de buna batındı. Ama bak. Qoxur amma ya, istəsən Təxminən. Ne kadar ya? 300 lira. 350 falan belə. Bax. Açılmır. Açılmır. Aha, 359. Deməli çıxdıq. Cəmi cümlətə gördüyünüz kimi orada da göstərdim. 17 manat 50 qəpik ödədik. Yediyimiz də deməli ara sıcaq var idi. Sonra piliç kavurma, bir də piliç ızqara var idi. Göbələkli piliç kavurma həqiqətən çox qəşəngdir. Mən həmişə bura gələndə onu yeyirdim. Çaylar şeydi, ikram idi, bedava. Sonra bir də tatlı aldıq. 2 manat da tatlıya verdik. İndi sosial tesislərin həyətini göstərəcəm sizə. Sonra keçəcəyik başqa bir sosial tesisə. Sosial tesislərin həyəti də bu. Burada da piknik eləmək olur. Bura restoran həyətidir, yəni. Şeylə, parkla əlaqəsi yoxdur.
göl qırağında. Burada balıq tutmaq üçün yerlər də var. Qar yağır. Bayaqdan elə güclü qar yağırdı ki, indi kəsdi. Əkizlər bu özü kimi aparır özünü qar. Çox qəşəngdir. Həm qar yağır, həm buradan gün çıxıb. Çox qəşəng mənzərədir həqiqətən. Buradakı uşaqlar ördəkləri bəsləyirlər. Amma ördəklər, bax orada var ördəklər. Genelde burada çok ördək olur. Həddən artıq çox ördək olur. Bəsləyirlər burada. Yeni ildə də satırlar. Olmaz gel ya. Görmüyor ki. Tamam bizi bekliyor. Salıncaklar su olduğuna göre oturmayacağıq burada. Uşaqlığın yanına düşdük. Həmişə burada yerləncə üstündə dava eləyirdik. Yağış olanda heç kim olmurdu. Onda da burada altı su olurdu belə. Ya da sürüşkənlərin altı hissəsi belə su olurdu. Sönmüş oturdu. O rahat ona gider yine takdir bana. Temizleyeyim burada. Ciddi. Şimdi buradan da tartışıyoruz. Kucağıma alarım seni. Huzur verici diye. Taraftan da ha. Ayağını sağ. Özür tarzan gibisin. Gel ben yakın gel. Bugünsə Halis sosial təsislərindəyiz. İndiki oradakı yeməklərin fərqinə baxacağıq, görək qiymətlər necədir. Olduğunu bilmiyordum. Deməli, Halis sosial təsislərinə əvvəlcə gəlmişik səhər yeməyinə və 5 nəfərə cəmcümlətə 50 manat ödəmişdik. İçində pomidor yumurtası, nə bilim, qayğanaq falan hər şey var idi. Pendir, balıq, qaymağı. İndi isə günorta yeməyinə gəldik və 2 nəfərə cəmcümlətə 17 manat ödədik. Mən kaşarlı köftə götürdüm. Rəfiqəm isə tavuk piliç götürdü. Altın buynuzla qiymətləri eynidir. Amma ki menüsü də eynidir hətta. Amma biraz dadı o qədər də altın buynuz qədər yaxşı değildi.